Azərbaycandakı bankların 2025-ci ilin yanvar-oktyabr aylarında kreditlərdən əldə etdikləri gəlirlər əhəmiyyətli dərəcədə artıb. Mərkəzi Bankın məlumatına görə faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% yüksələrək 3,2 milyard manatı keçib. Bankların kredit gəlirlərinin bu qədər artması ölkədə kredit faizlərinin daha da bahalaşacağına işarə ola bilərmi? Bu barədə danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, ölkədə bankların faiz gəlirlərinin 28%-dən çox artmasının iki əsas səbəbi var. Birinci səbəb kredit portfelinin genişlənməsidir. Portfel böyüdükcə daha çox kredit verilir və bu da bankların faiz gəlirlərinin artmasına təbii şəkildə təsir edir. Digər səbəb isə mövcud faiz dərəcələrindəki artımlardır. Lakin onların təsiri portfel genişlənməsi ilə müqayisədə xeyli zəifdir. Bu il əsas faktor kimi məhz kredit portfelinin böyüməsi və bəzi segmentlərdə faizlərin qismən yüksəlməsi qeyd olunmalıdır. İqtisadçı bildirib ki, bu proses fonunda kredit faizlərinin daha da bahalaşacağı gözlənilmir. Çünki bankların əldə etdiyi əlavə gəlirlər, məsələn, 3 milyard 200 milyon manat kreditləşməyə yönəldilə biləcək əlavə vəsait deməkdir. Təklifin artması isə faiz dərəcələrinin yüksəlməsinin qarşısını alan amildir. Nəzəri baxımından bu göstəricilər kredit faizlərinin bahalaşmasına səbəb ola bilməz. Ölkədə inflyasiya səviyyəsindən asılı olaraq kredit faizlərində müəyyən dəyişikliklər baş verə bilər.